Yaxşı, bəs bugün əsrlərin süzgəcindən keçən bu zəngin ənənə müasir dövrdə necə davam edir? Gəlin sizinlə bu suala cavab tapmaq üçün müasir şairlərimizdən biri Qulu Ağsəsin yaradıcılığına nəzər salaq. Anlamağa çalışaq ki, bugünkü şair kimdir? Qulu Ağsəsin yaradıcılığına baxanda ilk diqqət çəkən cəhət onun şeirlərinin tam mərkəzində insanın dayanmasıdır. Mənbələrdən birində onun yaradıcılığının antropoloji axtarışlar apardığı qeyd olunur. Bu nə deməkdir? Sadə dildə desək, o sanki lupayla müasir insanın ruhuna baxır. Bugünün insanı niyə narahatdır? Onu nə sevindirir, nə qorxudur? Onun şeirləri bu suallara bədii cavab axtarışıdır. Üslubunda sözlər sadəcə məlumat vermir, onlar güclü bir hiss, bir atmosfer yaradır. Bəli, o atmosferi yaratmaq qabiliyyəti heyrətamizdir. Məsələn, onun Ağdam şeirindən bir parça var, məni çox təsirləndirmişdi. Sən dar gündə Şuşaya arxa, Xocalıya ümid oldun. Son nəfəsəcən döyüşdün, son nəfərəcən şəhid oldun. Baxın, bu misralar necə işləyir? Burada sadəcə tarixi bir fakta istinad yoxdur. Şair bir şəhəri şəxsiyyət kimi canlandırır, ona xarakter verir. Ağdam burada bir qəhrəmandır, fədakar bir dostdur. Tarixi ağrıyla, qayışdıran doğan qürur və sevinç bir-birinə o qədər təbii qarışır ki, oxucu da o hissləri yaşayır. Şairin ustalığı da budur. Mənə elə gəlir ki, onun Şuşa haqqındakı şeirində də eyni sehr var. İcazənizlə o misraları səsləndirmək istəyirəm. Özün dağ başına qoyan şəhərin, ayağın xan kəndi yuyurdu. Kürəyinin təri cıdırda soyuyurdu. Bu sözlə çəkilmiş bir rəsm əsəri kimidir. Bir neçə sözlə bütöv bir mənzərə, itirilmiş bir dünyanın ovqatı, o nostalji hissi. Sanki cıdır düzünün sərin mehi üzünüzə dəyir. Dəqiq və çox vacib bir məqam da var ki, bu səs artıq təkcə ölkə daxilində eşidilmir. Qulaq səsin yaradıcılığı beynəlxalq səviyyədə də diqqət çəkir. Türkiyənin Virus, Yaşam Sanat kimi nüfuzlu ədəbi dərgilərində onun haqqında məqalələr, şeirlərinin tərcümələri çap olunub. Bu çox sevindirici bir haldır. Çünki bu göstərir ki, müasir Azərbaycan şairinin səsi artıq qlobal ədəbi prosesin bir parçasıdır.